Gözünü bizə tikən problemli və problemsizlər, vaxtınız xeyir. Ani qəbul olunmuş qərar problemin həlli deyil, səy göstərib onu həll etmək gərək. Sözümüzün canı var. Hələliksə günün xəbərlərinə yaxın olmaq üçün gəlin əvvəlcə anonslara nəzər salaq. Ev yiyəsindən toz soran alıb təmir etdikləri mənzildə təmizlik işləri aparan ustalar oğurluqda ittiham olundu. Oğurlandığı iddia edilən isə toz soran yox, onun içindəkilər oldu. Torpaq sürüşməsi sakinlərin evlərini qəzalı vəziyyətə saldı. Sürüşmənin qarşısını almaq üçün qurumlar hərəkətə keçdi. İki qonşu bir sayğacla elektrik enerjisi istifadə etdi. Yaranan borcun birinin üzərində qalması hər ikisini işıqsız qoydu. Vətəndaş iş başında yıxılıb zədə aldığını iddia etdi. Müvafiq qurum isə bu iddiaları əsassız saydı. İç xəbərə baxırsınız Kəmalə İskəndər qızının təqdimatında. Bugün Bakıdakı ticarət mərkəzlərindən birində həyəcanlı anlar yaşanıb. Gənc oğlan mərkəzin damına çıxaraq canına qıymaq istəyib. Təkidlə ANS-in çəkiliş qrupunu tələb edib. Baş verənləri əməkdaşımız Murad İlqaroğlu izləyib. Bugün Bakıdakı ticarət mərkəzlərindən birinin damına 34 yaşlı şəxs çıxaraq özünü atmaq istəyib. O, heç kəslə danışıqlara getməyərək təkidlə ANS-ə danışacağını, binanın damına çıxma səbəbini kameramıza açıqlayacağını bildirib. Əlbəttə ki, biz də hadisədən xəbərdar olduğumuz üçün o vaxt həmin istiqamətə yol almışdıq. Əraziyə çatdıqda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları artıq xilas etmə döşəyini açmışdılar. Hadisə yerinə xeyli sayda polis əməkdaşları da cəlb olunmuşdu. Bir müddət sonra Abbasov Kənan Fazil oğlunu intihar etməkdən daşındırmaq istəyən bacısı ona yaxınlaşa bildi və xilasetmə qrupunun müdaxiləsi ilə onu damdan düşürmək mümkün oldu. Tutdular. Saxlanılan Kənan Abbasov Nizami rayon 24-cü polis bölməsinə aparıldı. Dindirilmədən sonra isə tibbi ekspertizaya göndərildi. Qeyd edim ki, həmin şəxs damın üzərində olarkən əlində bıçaq var imiş və özünə xəsarətlər yetirib. Tibbi baxışdan sonra Kənan Abbasov bu addımının səbəblərini açıqladı. O, məhkumluq həyatı yaşayan qardaşı ilə bağlı tələbləri olduğunu və elə buna görə həyatına qəsd etmək istədiyini dedi. Problemlərin həll olunmaması isə bir müddət əvvəl digər ailə üzvünü də eyni əmələ sövq edib. Mənim anam Allah'ın olsun bu köhnə Əzbəyov deyirdik də körpüsü. Onun üstündə də çıxıb çəkiliş də var orada. Orada da çıxıq gənə xeyir olmadı. Oradan özünü intihar eləmək istirdi. Tutdular orada polisçiləri. Hər halda intihar problemin həlli deyil. Ona görə də müvafiq qurumlara müraciət edərək onların həllinə çalışmaq lazımdır. Bəli, səy göstərib problemi həll etmək lazımdır. İntihar cana qıymaq problemin həlli deyil. Bugünə kimi Koroğlu metro stansiyası yaxınlığındakı körpüdə canına qıymaq istəyən 6 nəfər şəxs olub. Onlar da inzibati qaydada cəzalarını alıblar. Bugün 75 metr hündürlüyündəki tüstü borusunu sökmək istəyən 3 fəhlə problemlə üzləşib. Nərdivan qırıldığından hündürlükdən asılı vəziyyətdə qalıblar. Fəhlələrin köməyinə xilas edicilər gəlib. Ruslan Eldaroğlu'nun reportajına baxaq. Bakıda söküntü işləri görən fəhlələrin xırda səhvi az qalıb böyük faciəyə səbəb olacaqdı. Nərmanov rayonu Dərnəgül qəsəbəsi ərazisində köhnə istirixananın beton borularını sökmək istəyən 3 fəhlə piltələrin dağılması ilə təxminən 60 metrlik hündürlükdə köməksiz qalıblar. Bunu görən ərazidəki insanlar Fövqəladə Hallar Nazirinə məlumat veriblər. Hadisə yerinə isə Nazirliyin xüsusi riskli xilas etmə xidmətinin bütün şəxsiyyəti cəlb olunub. Məlum olub ki, yüksəklikdə köməyə ehtiyac duyan şəxslər 26 yaşlı Axundov Telman Əli Yusifoğlu, onun qardaşı 20 yaşlı Şamu Axundov və 22 yaşlı Cəbrailov İlton Əlbalı oldu. Xüsusi qaldırıcı kranlar istifadə edən xilas edicilərin bu əməliyyatı təxminən 3 saat çəksə də, sonda onları xilas etmək mümkün oldu. Bu uğurlu əməliyyat isə hadisəni izləyənlərin alqışlarına səbəb oldu. Hələ heç nə görülmüşdü çünki çox hündürlü idi. Yəni deyirəm, yenə də deyirəm 60-65 metrə. Ona görə bir dənə də texnika yox idi. Yəni nə iç tərəfdən girmək olurdu, nə üst tərəfdən. Ona görə biz gözləyirdik bir qoruyucu kimi bir yaxşı kran ki, bunları uğurla hamısını salaq aşağı. Daha sonra həmin şəxslərin səhhətində problemin olub-olmamasını müəyyən etmək üçün həkim müayinəsindən keçirildi. Hadisənin təfərrüatlarını isə rayon hüquqi mühafizə orqanları araşdıracaq.
Əsas məsələ odur ki, əməliyyat uğurla başa çatıb və fəhlələr xilas edilib, xilas edicilərə təşəkkür edirik. Sabunçuda torpaq sürüşməsi sakinlərə çətin anlar yaşadıb, evləri qəzalı vəziyyətə düşüb. Onları haqlayan vəziyyətdən xilas etmək üçünsə müvafiq qurumlar müəyyən işlər görməkdədir. Sabunçu rayonu Sabunçu qəsəbəsi 26 Bakı Komissarı küçəsində yaşayanların evləri sürüşmə təhlükəsi ilə üz-üzədir. Sakinlər deyir, bu vəziyyət illərdə davam edir. Həmin ünvanda yaşayan Fuad İsmailovun iddiasına görə bu uçquna səbəb 33 il əvvəl burada dəmir yol xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işlərinin aparılması olub. Həmin vaxt aparılan qazıntı işləri ərazidəki 2 fərdi yaşayış evini qəzalı vəziyyətə salıb. Ailələrdən biri artıq evini tərk edərək kirayədə yaşayır. Digəri isə evlərinin uçmaması üçün tədbirlərin görülməsini istəyir. Son zamanlar ərazidə sürüşmə daha da aktivləşib. Torpaq qatı demək olar ki, tamamilə aralanıb. Həmçinin kanalizasiya sularının bura axıdılması da mövcud vəziyyəti daha da çətinləşdirib. Bir neçə əvvəl bu ərazidə yaşayış var idi, yol var idi, yəni qonşu maşını da sala bilirdi. Sürüşmə hamısı birdən-birə yarandı, tədricən birdən-birə yarandı. Yəni Allah göstərməsin, yenə bir həmin sürüşmə prosesi davam edir. Yəni yağışlardan sonra yenə davam edir. Əslində tikinti işləri aparılan zaman ərazidə torpaq bərkitmə işlərinə də başlanılıb. Bir neçə beton sıvaylar vurulub. Amma dəmir yolunun çəkilişi dayandırıldığından həmin işlər də yarımçıq saxlanılıb. İsmailovlar ailəsi vəziyyətlə bağlı ümidləri gələn bütün qurumlara müraciət ediblər. Məktublarına cavab olaraq əraziyə baxış keçirilib. Amma heç bir iş görülməyib. Çünki problemin həlli o qədər də asan deyil. Sabunçu rayon icra nümayəndəliyinin baş mühəndisi Arif Əmrahov bildirdi ki, sürüşməyə səbəb dəmir yolu xəttinin çəkilməsi üçün aparılan qazıntı işləri olduğundan problemin həlli üçün də Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə danışıqlar aparılır. Bərkitmə işləri aparılmalıdır. Bu da Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin tərəfindən aparılmalıdır. Rayon icra hakimiyyətinə məlumat verilib, bilirlər. Bunu yəqin bu quraqlıq dövrünə gələnə kimi yəqin bunun tədbir görüləcəkdir. Və Qapalı Səhmdar Cəmiyyətinə rayon icra hakimiyyəti məsləhətləşib bu işləri yoluna qoyacaqdır. Qurum rəsmisi bildirdi ki, danışıqların nəticəsi olaraq ərazidə yarımçıq çəkilmiş beton sıvaylar sona qədər davam etdiriləcək və evlərin sürüşmə təhlükəsinin qarşısı alınacaq. Ümid edək ki, görüləcək işlər vaxtında həyata keçirilər və heç bir bədbəxt hadisə yaşanmaz. Ümid edək, vaxtilə paytaxt mənzillərindən birində təmir aparan ustalar da ümid edir ki, onları haqlayan problem arxada qalar. Belə ki, ustalar təmir apardıqları mənzildə təmizlik işləri üçün ev sahibinin gətirdiyi toz sorandan qızıl zinət əşyaları oğurlamaqda günahlandırılırlar. İddia edirlər ki, bu belə olmayıb, mənzil sahibi isə tamamilə əks fikirdədir. Sizə gətirdiyim həmin toz soranın içində qızıl olmuşdur. Anama məxsus olan qızıllar olmuşdur. Və biz də şoka düşmüşük ki, necə ola bilər, necə yəni, nə toz sonra, nə qızıl, nə zat. Müsahiblərim Ruslan və Zaminin dediyinə görə onlar 3 il bundan öncə Bakının Xətai rayonu Sabit Orucov küçəsi 11/88 17-ci blok 427-ci mənzildə usta kimi fəaliyyət göstəriblər. İşləri isə taxta döşəmə düzəltməkdən ibarət olub. Mənzil sahibi Rüfət Hüseynov onlara 4-5 mənzilinin döşəməsini təmir etdirib. Onların sözlərinə görə günlərin bir günü Ruslan Hüseynov ev sahibindən xahiş edib ki, döşəmənin üzərində olan tozu təmizləmək üçün toz soran gətirsin. Ev sahibi Rüfət Hüseynov da toz soranı anasının yaşadığı Nərimanov rayonu Aşıq Molla Cümə küçəsi, bina 1, mənzil 28-dən gətirib. Döşəmə ustalarının dediyinə görə toz soranla işlərini bitirib, içərisindəki kisəni divara çırparaq təmizləyiblər. İşlərini tam yekunlaşdırıb ev sahibinə mənzilini təhvil veriblər. Amma 5 ay sonra həmin ustalar polislər tərəfindən bölməyə aparılıb. Səbəb də o olub ki, sən demə, toz soranın içərisindəki kisədə ev sahibinin anasına məxsus dəyəri 11.000 manatlıq qızıl zinət əşyaları varmış. Onu da məhz ustalar götürüb. Buna görə də müsahiblərim həm dəfələrlə polis bölməsinə aparılaraq dindirilir, həm də ev sahibinin yaxınları tərəfindən təzyiqlərə məruz qalır. Dedik, müqəddəs kitabımızı gətirək, Qurana əlimizi basaq, mən deyim, mənim xəbərim yoxdur. Bu dedi, mən anamın yerindən and içə bilmərəm. Həmin bu şəxs. Çıxdı, getdi, üstündən bir aydan sonra 37-ci polis bölməsinə. Məni gəldilər, bir cani kimi, bir cinayətkar kimi yaxaladılar yolda, apardılar. Sentyabr ayında
Gecə saat 12-də bu insan bizə zəng eləmişdir. Kim zəng eləmişdir? Rüfət Hüseynov bizə zəng eləmişdir. Bəli. Və bizə hədə-qorxu gəlməyə başlamışdır. Müsahiblərimi dinləyib onlarla bərabər üz tutduq əvvəl işlədikləri mənzilə. Binanın gözətçisi bildirdi ki, Rüfət Hüseynov ona aid mənzildə yaşamır. Ona görə də ev sahibi ilə telefon əlaqəsi saxladıq. Onunla Nərmanov rayonunda görüşdük. Amma ev sahibi bizə müsahibə verməkdən boyun qaçırdı. Efirə get. O kişi keçirdi onu. Mən də öz işimi keçirdi onu. Rüfət Hüseynov bildirdi ki, daha ətraflı məlumatı onun vəkili Vaqif Aliyev verə bilər. Biz də vəkillə görüşdük. Hüquq müdafiəçisi mənzil sahibinin mövqeyindən çıxış edərək bildirdi ki, tozsoran evdən götürülən zaman onun anası Südabə xanım evdə olmayıb. Yəni, Rüfət Hüseynov da bilməyərəkdən tozsoranın içərisinə baxmadan onu ustalara təhvil verib və bundan sonra ustalar 5 gün işə gəlməyib. Tozsoranın kisəsinin cırılmasını təsdiqləyən ekspertiza rəyi də var. Başqa sözlə qızıl zinət əşyalarının olduğu tozsorandakı kisə cırılıb. Ancaq o tozsoranın içərisindəki torbanı biz ekspertizaya təqdim etmişik. O cırılmanı Ruslan hesab edirəm ki, özünü müdafiə edərək tozsoranın torbasının təmizlənməsi üçün divara çırparaq cırıldığını bildirmişdi. Ancaq hesab edirəm ki, əlavə güc, əşya tətbiq etmədən onu divara çırparaq düz xətt düzrə bərk torbanı cırmaq mümkün deyil. Daha sonra üz tutduq Xətai rayon polis idarəsinin 37-ci polis bölməsinə. Bölmədən bildirildi ki, iş Xətai rayon polis idarəsində araşdırılır. Elə biz də yolumuzu Xətai rayon polis idarəsindən saldıq. İdarədən verilən məlumata görə Rüfət Hüseynovun şikayəti ilə əlaqədar İstintaq şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi də başlanılıb. Ancaq bu şikayət hələlik maddi sübut şəklində öz təsdiqini tapmadığı üçün cinayət işi bağlı olaraq qalıb. Araşdırmalar isə davam etdirilir. Biz də davam edirik. Xətai rayonunda 2 qonşu şərikinə bir sayğacdan yararlanaraq işıqdan istifadə edib. Yaranan borc isə birinin adına yazılıb. Ödənməyən borc müqabilində də 2 ailə 15 gündür işıqsız qalıb. Xətai rayonu Naximov Dənizçilik 15 ünvanının sakini Lalə Mustafayeva deyir ki, düz 15 gündən çoxdur ki, mənzilinə verilən elektrik xətti kəsilib. Daha doğrusu, ərazi üzrə işıq idarəsinin əməkdaşları onun mənzilinə elektrik enerjisinin verilişini dayandırıblar. Səbəb kimi də o göstərilib ki, ev sahibinin işığa nə az nə çox düz 450 manat borcu var. Müsahibim isə bununla razılaşmır. Ay-bay elektrik olan borcunu ödədiyini deyir. Elektrik sayğacına yazılan borcu isə qonşunun onun mənzilinə gələn işıq xəttindən istifadə etməsi ilə əlaqələndirir. Mənim kombim varsa, Arixonum varsa, desinlər ki, hə, var elə ona görə də qıraqdan xətt çəkib. Mənim heç nəyim yoxdursa, bir xaladenlikdir, bir dənə də televizor. Ona görə o boyda pulu mənə niyə yükləyiblər? İmkansızlıq üzündən bugünə kimi mənzilinə işıq sayğacı qoydura bilməyən qonşu da faktı təsdiq etdi. Şəxsi səbəblərdən kamera qarşısına çıxmaq istəməyən xanım qonşunun xəttindən istifadə etdiyini etiraf etdi. Sayğacı olmadığından bütün məbləğin onun sayğacının üzərinə yazıldığını da bildirdi. Amma nə yazıq ki, imkanı olmadığından həmin məbləği ödəyə bilmirlər. Məsələyə Azərişıq Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev münasibət bildirdi. Nə qədər sərfiyyat varsa ödənilməlidir. Onlar öz aralarında, yəni biz o işlərə müdaxilə etmirik. Azərişıq Açıq Səhmdar Cəmiyyət tərəfindən müdaxilə olunmur. Abonent şöbəsi var. Müraciət etsin, araşdırılsın və hər halda rəhbərlik tərəfindən də sosial vəziyyəti nəzərə alaraq hissə ödənilməsinə güzəşt olunur. Hazırda mənzildə atasız böyüyən 4 körpənin olduğunu deyən müsahibimin digər bir narazılığı isə mənzilinə verilən qazın təzyiqinin azlığı ilə bağlıdır. Deyir, elə ki şaxta çovğun oldu, güman qalır bu odun peçinə. Qaz isti olanda gəlir, soğuk olanda gəlmir. Səhər mən sizdən gələyəndə mən orada oturmuşdum, gəlmirdi. Balacayı bilirsən ki, hə, işıldayır. Amma indi bilmirəm, birdən eylədir, çoxalır, azalır. Hə, elə gün olur, vapşı qıran da gəlmir. Lalə xanımın qazla bağlı problemini Azərqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayeva bildirdik. Qurum rəsmisi artıq əraziyə rayon qaz istismar sahəsinin əməkdaşlarının yollandığını bildirdi. Onu da əlavə etdi ki, ola bilsin qazın təzyiqinin azlığı mənzil daxili xəttə yaranan hansısa problemlə əlaqədardır. Danışanları 15 ünvanında təbii qazın verilişi ilə bağlı heç bir problem yoxdur. Əhali tam tələbata uyğun təbii
təbii qazla təmin olunur. Əgər hər hansı bir mənzildə təbii qazın verilişi ilə bağlı narazılıq və yaxud da hər hansı bir problem vardırsa, müraciət etsinlər yerli qaz istismar sahəsinə və yaxud da Azərqaz İstehsalat Birliyinə, əməkdaşlarımız həmin problemi aradan qaldırsın. Hər halda Lalə xanımın şikayəti aidiyyatı ünvanlara çatdı. Qurumların onun köməyinə çatıb-çatmadığını isə zaman göstərəcək. Hələlik isə Raman tikintidə işləyən vətəndaşın xeyrinə işləmir. Dediyinə görə iş vaxtı xəsarət alıb və indi də onun acı nəticələrini az qala hər gün hiss edir. Şirkət nümayəndəsi deyilənlərlə razılaşmır. Çox narahatam da. Ramin artıq 3 ilə yaxındır ki, əmək fəaliyyətindən məhrum olub. Buna səbəb onun yıxılaraq bel fəqərəsini qırmasıdır. Onun sözlərinə görə 2012-ci ilin may ayında LCM adlı tikinti şirkətində işlədiyi zaman Astara rayonu mərkəzi xəstəxanasının damını sökərkən oradan yıxılıb və güclü xəsarət alıb. İşlədiyi şirkətin müdürünün göstərişi ilə onu aparıblar Bakıdakı Sərhəd Qoşunları Hospitalına. Elə oradaca belinin 12-ci fəqərəsində olan qırığı ilə əməliyyat olunub. Əməliyyat zamanı xəsarət alan şəxsin belinə 4 şurub və xamut qoyulub. Bundan sonra Raminə işlədiyi şirkət tərəfindən bildirilib ki, şikayətçi olmasa ona şirkət büdcəsindən ayda 300 manat olmaqla əmək haqqı veriləcək. Ramin də bu təkliflə razılaşıb. Hətta ona 11 ayın nəvacibini də ödəyib şirkət. Amma sonra şikayətçi deyir ki, əmək haqqının verilməsi dayandırılıb. Bir müddət kömək elədilər, 2-3 ay müalicə elədilər, 2-3 aydan sonra kəsdilər. Mənə ayda 300 manat pul kəsdilər. 300 manatı da, nə bilim, 1 ay verdilər, 2 ay vermədilər, 3 ay verdilər, 4 ay vermədilər. Şimdi uzatdılar. Olmaz da, indi bunu yaxşılığı eləmişsiniz mənə. İndi müalicə elətdirmişsiniz mənə, nə eləmişsiniz? Bunu elə ondan deyir ki, durub qalxsın. İndi həkimə zəng vuram, həkim deyir ki, ola bilər sabah sən oturdun, qalxa bilmədin. Onu mən cavab eləyə bilmərəm, cavab deyirəm mən ona. Raminin sözlərinə görə ailəsini saxlamaq üçün o hətta ağrı-kəsici iynələr vurdurmaqla bir müddət işləyib. Amma belə vəziyyətdə çox işləmək olmur. Hal-hazırda müsahibim ağrı-kəsici iynələrlə yaşayır. Xəsarət aldığı zaman işlədiyi şirkət isə ona yenidən əməliyyat olunması üçün heç bir kömək göstərmir. Raminin sözlərinə görə onun heç əmək müqaviləsi də olmayıb. Hamısı çətinlərdir. Elə gündəlik mənə çətinliklər. Budur, qardaşım gəlir mənə saxlayır. Onun da öz evladı var. Nə qədər o mənim üçün qalacaq, mənə kömək eləyəcək. O da gedib 15-20 manata işləyir, gətirib dolandırır məni. Evim, eşim yox. Orada varımda, orada da ev, orada da qardaşımın ailəsi var, orada da. Orada da dolanışır. Rayon yerində, orada da iş yoxdur. Gəldim bura, düzdür, işləyirdim. Bir ki, təmiz daha işləyə bilmirəm. Qabaq Güngülvarı işləyirdim. Məsələ aydınlıq gətirmək üçün tikinti şirkətinin nümayəndəsi ilə əlaqə saxladıq. O isə bizə xəsarət alan şəxsin son aylarda başqa şirkətdə işlədiyini, bu yolla onlardan pul əldə etmək istədiyini bildirdi. Hər halda şirkət nümayəndəsi bildirdi ki, yaxın günlərdə paytaxta gələcək və müəmmalı məqamlara aydınlıq gətirəcək. Bizim üçün də bu müəmmalı məqamlar maraqlı olaraq qalmaqdadır. Maraq kəsb edən daha bir məlumatımız var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ehtiyacı olanlara gün ərzi qayğı göstəriləcək. Daha ətraflı Orxan Mahmudoğlu'nun süjetində. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmət sahəsində dövlət sifarişlərinin verilməsinə start verilib. Nazirlik məlumatına görə bu haqda qurumun saytında elanlar verilməklə yanaşı, qeyri-hökumət təşkilatlarına da məlumatlar çatdırılıb. Bu layihə 2011-ci ildə ölkənin 11 rayonunda həyata keçirilsə də, bugün bu rəqəmə 2 rayon da əlavə edilib. Nazirlikdən verilən məlumata görə 2014-cü ildə QT-lər tərəfindən müxtəlif istiqamətlərdə 17 layihə icra edilib ki, onlardan da biri çətin vəziyyətdə olan uşaqlar və ailələr üçün günərzi qayğı mərkəzlərinin yaradılması olub. Bunun da yaradılmasında əsas məqsəd çətin vəziyyətdə olan uşaqlara və ailələrə ehtiyac duyduqları yardımı göstərməkdir. Burada valideynlər artıq uşaqları bilavasitə dövlətin təminatı altında olur. Çünki orada uşaqlar elə bir bağça tipli olur bunlar. Uşaqlar deməli səhər saat 8-dən axşam saat 9-a kimi həmin bu xidmətin altında olurlar və müxtəlif istiqamətlərdə bunlara sosial xidmətlər göstərilir. Həm reabilitasiya yönümlü, həm qidalanması, həm hansısa bir vaxtın səmərə təşkil edilməsi. Nazirlik məlumatına görə bunun üçün tenderdə qalib gələn QT-lər tərəfindən təyin olunmuş rayonlarda kirayə evlər icarəyə götürülür və uşaqlara həm mənəvi, həm də maddi yardımlar göstərilir. Bura əsasən hər iki valideynini itirən və ya tək valideyn olan, valideynlərin daimi iş yeri olmayan, eyni zamanda günün əsas hissəsini işdə keçirən valideynlərin uşaqları götürülür. Nazirliyin verdiyi məlumata görə təkcə 2014-cü ildə 350 nəfərə yaxın uşağa yardım göstərilir.
kiçik rəqəm deyil, işiniz avand olsun. Elə yol təmiri ilə məşğul olanların da həmçinin. Belə ki, Kənd Romanıya gedən yolun təmir işlərinə başlanılıb. 2 həftə əvvəl təmirsiz vəziyyətdə təqdim etdiyimiz yoldan bir müddət sonra əsər əlamət də qalmayacaq. Sabunçu rayonu Kənd Romana kimi tanınan qəsəbəyə gedən əsas yol təmir olunmağa başlanılıb. Azəryol Servis Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə həmin yol 30 il öncə keçmiş normativlər və texnologiyalar əsasında inşa edilib. Bu da öz növbəsində yolun hazırki hərəkət şiddətinə davam gətirməməsinə səbəb olub. Eyni zamanda sakinlər tərəfindən qeyri-qanuni olaraq su xətlərinin çəkilməsi də su sızmalarına gətirib çıxarıb. 40%-ə yaxın hissədə araşdırmalar aparılıb və yol yatağının tamamilə yararsız vəziyyətə düşməsi üzə çıxıb. Bütün texnika, işçi qüvvəsi həmin əraziyə səfərbər olunub, lazımi materiallar daşınır və torpaq yatağının belə deyək zədələnmiş hissələri çıxarılaraq hazırda yenidən həmin ərazidə tikinti işlərinə başlanılıb. Güman edirəm ki, su xətlərində olan problemlər də yaxın vaxtda aradan qaldırılsa, hava şəraiti normal keçərsə, biz intensiv qaydada həmin istiqamətdə işləri həyata keçirəcəyik. Sabunçu qəsəbəsi ilə Ramana qəsəbəsini birləşdirən bu yolun ümumi uzunluğu 3300 metr təşkil edir. Eni isə keçdiyi ərazilərdən asılı olaraq 6-8 metr arasında dəyişir. Xatırladaq ki, adı çəkilən yolun bərbad olması ilə bağlı qəsəbənin sakinləri tərəfindən ilk xəbərə müraciət edilib və bu haqda reportaj da hazırlanaraq efirə gedir. Nə deyilik? Tək ki, bütün bərbad yollar tezliklə təmir olunub, sakinlərin istifadəsinə verilsin. Peki, Gəncədə İran İslam Respublikasında istehsal olunan məhsulların satış sərgisi keçirilir. 5 gün davam edəcək sərgidə İranın müxtəlif vilayətlərində fəaliyyət göstərən 51 şirkətin istehsal etdiyi müxtəlif məhsullar nümayiş etdirilir. Ərdəbil əyalətinin Beynəlxalq Sərgilər Şirkətinin təşəbbüsü ilə keçirilən bu sərgidə İran əyalətlərinin qida sənaye şirkətləri, nəqliyyat, dərman preparatları, tekstil və geyim, kənd təsərrüfatı məhsulları və sair çeşidli məhsullar istehsal edən şirkətlər iştirak edir. 51 şirkət hal-hazırda burada sərgidə iştirak ediblər. Onların müxtəlif sahələrdə iştirakçıları var. Avtomobil zavodlarından tutdu ta yeyinti mallar zavodlarından siz burada görürsünüz. Hər iki ölkə sahibkarları üçün körpü rolunu oynayan və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən sərgidə stendlər arasında İranın Ərdəbil əyaləti ilə yanaşı Qərbi və Şərqi Azərbaycan əyalətləri, Tehran, İsfahan, Əlborz, Məşhəddən şirkətlər də yer alır. فکر میکنم که انشالله این نمایشگاه باعث خواهد شد که ارتباطات تجار Ümid edirəm ki, bu sərgidən sonra İranla Azərbaycan şirkətləri arasında münasibətlər daha da inkişaf edəcək. Hazırda İranla Azərbaycan arasında ticarət mübadiləsi qeyri-neft sektorunda 500 milyon dollardan artıqdır. Elektrik enerjisi və digər sahələri də əlavə etsək, 1 milyard kimi rəqəm göstərmək olar. Amma potensialın bundan da yüksək olduğuna inanırıq. Ümid edirik ki, 2015-ci ildə bu rəqəmləri 2 dəfə artıra bilərik. Bugündən başlayan İran məhsulları sərgisi mart ayının 8-nə qədər davam eləyəcək. Belə bugünlük iç xəbərdə təqdim edəcəklərimiz bu qədər. Birazdan düz bucaq efirdə olacaq. Mütləq izləyin. İmkan olsa görüşərik.